Gününüz uğurlu və xeyirli olsun. Bu gün sizə çox qısa bir vaxt ərzində 3 dəqiqə, 4 dəqiqə ərzində FVC-nin nə olduğunu izah edəcəm. FVC belə deyim sizə özüm başa düşdüyüm dildə, yəni ki, sizə belə elmi vəziyyətdə izah eləməyim. FVC şamlar arasında yaranan boşluq, yəni bazarın boşluğu sayılır. Müəyyən şamlarda yaranan boşluqlar, məsəl üçün cüzi elə belə bir şey göstərim. Məsəl üçün gözümə sataşdı. Burayla məsəl üçün bura arasında bir boşluq yaranır. Necə? Yaxınlaşdırsaz görərsiniz ki, bu şamın dib hissəsi ilə sonra açılır şam. Sonrakı bundan sonra açılan şamın yuxarı hissəsi ilə arasında qalan boşluq FVC sayılır. Bu da bazarın boşluğudur. Bazar nə qədər aşağı gedir getsin, bir müddətdən sonra artıq qayıdıb bu hissəni doldurmaq məcburiyyətindədir. Yəni başqa bir şey adı yoxdur buranın. Növbəti indi şamları izləyə görək. Baxın, bu hissə gəldi. Belə deyim, bunu belə çəksəm sizin üçün. Gəldi, buranı doldurdu, sonra düzü bəlkə bu hissələrə kimi aşağı inəcək. Ondan sonra yaranan FVC-ləri də özü dolduracaq. İzləyək hazırda. Gördünüz, düşdü. Düşə gedir. Məsələn, burada bir FVC yarandı, boşluq gəldi, oranı doldurdu. Sonra burada FVC-lər yaranıb, boşluqlar yaranıb. Burada, istər burada. Baxın, baxsaz, yəni düzü baxsaz, yəni görəcəksiniz. O qədər də çətin bir şey deyil. Yəni, çox adamla bunu bir 10 dəqiqə, 15 dəqiqə izah eləyir, elə deyil. Yəni, qısa belə baxsaz elə görəsiniz ki, o qədər çətin bir şeylər yoxdur burada. Yəni, baxırsınız, gördünüz, qalxdı, doldurdu, təzədən qalxdı, doldurdu. Yəni, bir eniş eləyir, yəni doldurur, öz yolunu davam eləyir. Gəlir buralara da biraz eniş eləyir, sonra qalxacaq yuxarıya. Yəni, FVC-ləri doldurur, bağlayır, doldurur, bağlayır. Görürsünüz, burada bir FVC yarandı, məsəl üçün, qaydı burada doldurmamış hərəkət eləməyəcək. Qayıtdı, doldurdu, gördünüz o FVC-ni. Sonra aşağı eniş, sonra yuxarı. Yəni, o qədər də çətin bir şey yoxdur burada. Yəni, cüzələ baxsaz, yəni, belə baxsaz FVC-lər qalxır. Elə FVC-lər var ki, bəli, boş qoyulur. Yəni, həmən doldurulmur da, yəni, belə deyim sizə, elə FVC-lər var ki, boş qalır, heç doldurulmur, yəni. Amma ki, yəni, belə düzlü FVC-lərə baxsaz ki, onlar dolur. Yəni, eləncə o vəziyyətdə də bazarı aça bilərsiniz və yaxud da ki, orada əməliyyat aça bilərsiniz. Gününüz uğurlu olsun. Məndən bu qədər, yəni qısa məlumat verdim ki, o birisi videolara baxıram ki, 10 dəqiqə, 15 dəqiqə izah edir. 2-3 dəqiqə, yəni 2-3 dəqiqə də çoxdur. 1 dəqiqə bəs edir, yəni FVC-ləri anlamağınız üçün. Çox sağ olun, gününüz uğurlu və xeyirli keçsin inşallah.